Deməli uşaqlar 48-də belə bir qəşəng sual var. Deyir ki, J nöqtəsi ABC üçbucağının ağırlıq mərkəzidir. J nöqtəsi ağırlıq mərkəzidir. Və BJ plus AJ-ni soruşur. Baxın, BJ haradır? Bu məsafə, hə? 3x minus 2 üzərinə gəlinsin. AJ haradır? AJ. Hə, buranı bilmirik axı. J əgər ağırlıq mərkəzidirsə uşaqlar, bu təpə nöqtədən başlayan median neçə nisbətə böləcək? Bura 4-dürsə, təpə nöqtədən başlayaraq 2-nin 1-ə nisbət bölür axı. Düzdür? O zaman bura 8-dir. Plus 8. Yəni, baxın, bizdən bunu soruşur. İlk öncə mən məcburən x-i tapmalıyım. Və indi dediyim qaydaya əsasən, B təpə nöqtə deyilmi? O zaman bu da 2-nin 1 nisbətinə bölüb. Düzdür? Və 3x minus 2 burada nəyə bərabər olmalıdır? 2 dənə x plus 3-ə. Bu zaman nə olacaq? 3x çıx 2 bərabərdir. 2x plus 6. 2x-i digər tərəfə atsam, olacaq 3x çıx 2x, düzdür? Yəni bir dənə x. Bərabərdir. Mənfi 2-ni digər tərəfə atanda 6 ilə 2 toplanacaq. X-i 8 aldım. Bunu tapsam, 3 vur 8 çıx 2 plus 8. 24-dən 2-ni çıxar. 22 plus 8 cavab olacaq 30. B bəndi. Həqiqətən də bu bərabərliyi yoxlasaq, 8 tapmışam axı. Bu neçə ilə? 24 çıx 2. 22. Bu da neçə eləyəcək? Deməli, 11 vur 2, 22. Və həqiqətən 8-i gətirib burada yerinə qoysam, bu yenə 2-nin 1 nisbəti alınacaq. 8-i bura qoysam, 22 buraya edəcək. Avtomatik bura 11 olmalıdır. Həqiqətən də toplasam 8-i 3-ü, 11-i alıram. 2-nin 1 nisbətinə bölünüb. Düzgün cavab 30 olacaq. Bizdən bu cəmi soruşduğu üçün.